Demək, bugün zəlzələdən danışacağıq. Zəlzələ necə baş verir? Zəlzələ yer qabığında ani vaxtda baş verən təkanlardır. Bu təkanlar yerin daxilində yüksək təzyiq və enerji toplanması nəticəsində yaranır. Zəlzələ zamanı dağıntıların miqyası zəlzələnin gücündən, davamiyyətindən və hiposentrindən asılıdır. Hiposentrin dərinliyindən asılıdır. Baxaq görə hiposentr nədir uşaqlar? Deməli, burada biz gördüyünüz kimi zəlzələ mərkəzi var. Zəlzələ burada baş verir, amma yer səthindəki proyeksiyasının adı episentrdir. Ən güclü zəlzələlər yadınızda qalsın ki, episentrdə olur və episentrdən kənarlaşdıqca dağıntıların gücü zəifləyir. Deməli, burada ən güclü dağıntı harda baş verəcək? Təbii ki, birinci məntəqədə göründüyü kimi bütün hər şey məhv olubdur və getdikcə artıq dağıntıların gücü azalıb və dördüncü məntəqədə demək olar ki, heç bir proses baş vermir. Bu tektonik çatda yenə təhlükəli bir ərazi sayılır, dağıntılar olan ərazidir. Və deməli, P dalğaları və S dalğalarını görürsünüz burada. İndi onlardan da